Bismillahirrahmanirrahim. İslam dinində ən böyük günah Allaha nəyisə şərik qoşmaqdır. Bir insan İslam dininə daxil olduqda ilk dediyi cümlə budur. Əşhədü ən la ilahə illallah. Şəhadət edirəm, görürəm, inanıram, təsdiqləyirəm, şahid oluram. Əşhədü şahid olmaq deməkdir. Şəhid sözdə bundan gəlir. Çünki cənnətdə olan məqamını görür. La ilahə, yoxdur heç bir məbud. İllallah, Allahdan başqa. Yəni Allahdan başqa ibadətə layiq olan heç nə, heç kim, heç bir şey yoxdur. Bəzən görürsən insanlar gedir Allahdan başqasına dua edir, qurban kəsir, Allahdan başqasından istəyir. Bunlar hamısı əşhədü ən la ilahə illallah cümləsinə zid bir əməllərdir. Və sonra deyirsən, və əşhədü ənə Muhammədən Rasulullah. Və şəhadət edirəm, təsdiqləyirəm, görürəm ki, Muhammed onun Peyğəmbərdir. Yəni, onun gətirdiyi din, ideyalar, fikirlər, düşüncələr Allah tərəfindəndir və mən buna inanıram, şahidəm, təsdiqləyirəm.